Baxın, mən sizlərə nəyi göstərəcəm. Bu mənim. Görürsüz? Bu mənim. Anamın adı ilə qeydiyyatdayam və hal-hazırda 13.500 ciro toplanıb komanda olaraq hələ öz şəxsi dövrəmi keçirməmişəm və sizlərə nəyi göstərəcəm. Sonra deyirlər ki, bizdə qol qurmaq çox çətindir. Deməli, sizə göstərəcəm məndə təmsilçi sayını, yəni mənim nə qədər komandamda insanlar var. Yəni mən bura 3 nəfərlə gəlmişəm. 3 nəfərlə gəldim və bugün artıq, baxın, bugün artıq 705 nəfərik. Qrupda az bir say olsa belə, bəziləri var ki, məsələn bizim qrupumuzda deyil, amma strukturda 705 nəfər. Elə insanlar var ki, dərinlikdə heç mən o insanları tanımıram belə. Yəni o 3 nəfər gedir özünə 3 nəfər gətirir, digər 3 nəfər özünə 3 nəfər gətirir, belə-belə say artıq 705 nəfərə gəlib çatır. Bunun ikisi Türkiyə, 139 nəfəri Azərbaycan, 564 nəfəri Gürcüstan. Həqiqətən çox gözəl bir hissdir ki, Gürcüstandan strukturumda Azərbaycandan daha çoxdur. Baxın, bu da həmin xanımlar. Bir-bir, yəni hamısı burada qeydiyyatdadırlar və baxın Gürcüstan qeydiyyatları. Yəni sonra xanımlar bəhanə gətirməsin ki, siz tez başlamısınız, ona görə qol qura bilmisiniz. Amma inanın ki, xanımlar, hər kəs 3 nəfərlə başlayır. Yəni tək belə deyim də, əvvəlcə özümüz başlayırıq, sonra 3 nəfəri gətiririk. Amma mütləqdir ki, o 3 nəfəri gətirək ki, onlar da hərəsi öz növbəsində 3 nəfər gətirdikcə, baxın artıq təmsilçi sayımız çoxalmış olur.